Sürətlər qutusunun yağı istənilən avtomobildə, söhbət gedir avtomatik sürətlər qutusu ilə təchiz olunmuş avtomobillərdən, bura CVT-lər də daxildir. Yəni bizim gördüyümüz, bildiyimiz sürücülərin dili ilə isə avtomat korobkalar. Bu sürət qutularının yağı, bəli, texniki qaydada 60.000 kilometrdən bir filtr ilə birlikdə dəyişdirilməlidir. Lakin burada diqqət çəkmək istədiyim məqam nədir? Bəzi sürücülər bu prosesin çox bahalı olduğuna görə əksər hallarda yağı ümumiyyətlə dəyişməkdən yayınırlar. Yəni dəyişmirlər bu yağı. Lakin sizin bu videolarda bunu heç kim demir. Sürət qutusunun yağını filtrlə birlikdə dəyişdirmək əlbəttə ki, yaxşıdır. Amma əgər onu dəyişdirmirsənsə, sürət qutusunun yağını sadəcə yağı da olsa dəyişdirmək korobkanın ömrünü uzadır, onu yaxşılaşdırır. Yəni bu bir qayda olaraq belədir. Heç bir texniki kitabda, heç bir texniki qaydada, heç bir istehsalçı onu demir ki, əgər sürət qutusunun yağını filtrlə birlikdə dəyişdirmirsənsə, ümumiyyətlə dəyişdirmə. Onu da deyim ki, hətta bu Amerika dediyiniz Amerikadır, Avropa ölkələridir. Bunların hamısında, əksəriyyətində bu proses bizdən də dəfələrlə qat-qat bahalı olduğuna görə, hətta publikin yağını çıxartmağa servis 4 litr yağı, yəni yarısını təkcə korobkanın içində rahat o hansı ki probkanı açıb boşaltdığı yağı dəyişmək çox rahatdır. Publikdən çıxardan hansı aparatdan istifadə eləyir. Həmən proses 2 qat, 3 qat bahalı olduğuna görə əksər hallarda sadəcə 4 litr yağ dəyişilir. Yəni orada probegi 20.000, 30.000 sürəndən sonra sadəcə 4 litri dəyişirlər, sürürlər. Yəni bu da korobkaya heç bir zərəri yoxdur. Digər tərəfdən isə yenə deyirəm, texniki qaydada bəli, sürətlər qutusunun yağı filtrlə birlikdə dəyişdirilməlidir. Lakin burada da diqqət olunmalı məqam nədir? Bu indi təzə ustalar hamısı bir təhər onu öyrənir, orada korobkanın üst qırışqasını çıxardır, bir dənə filtrin götürür, dəyişir, təzəsini salır. Korobkanı bağlayır, deyir ki, filtri dəyişdim, hər şey qaydasındadır. Lakin əgər bir sürətlər qutusunun filtrində friksiyonun, yəni normal halda biraz qaralması nəticəsində, yəni yağın sürətlər qutusunun içərisindəki detalların aşınması nəticəsində və yaxud friksiyonların bir-birinə sürtülməsi nəticəsində çox cüzi miqdarda olan qaralıq, yəni bizim el dilində bəziləri ona lil deyir, kirin olması normaldır. Yəni bu halda sadəcə filtr dəyişilir, avtomat korobka düzəlir. Amma əgər bir sürət qutusunun filtri